Davam edirik burada birinci sualına. Bərabər yanlı üst uzaq deyil. Bir dənə bərabər yanlı üst uzaq çəkirəm. Adı kimi bərabər yanlı üst uzağın yan tərəfləri bərabər olur. Bizə deyir ki, yan tərəf oturacaqdan 1,5 dəfə böyükdür. Onda mən oturacağa x yazsam, yan tərəf 1,5 dəfə böyük. Yəni 1,5x olacaq. Bərabər yanlı deyə burada 1,5x olacaq. Hamısını toplayacağım. 1,5, 1,5, 3. Biri də burada. Toplasam hamısı eləyir 4x bərabərdir. Cavabı neçədir? Perimetrin 84. Buradan x-i tapırsan 84 bölü 4 yəni 21. Bizdən oturacaq soruşur, oturacaq elə x idi. Onda cavab olar 21. Perimetr bütün tərəfləri toplamaq deməkdir. Belə. Bu da həlli. Sonra baxaq növbəti suala. Üçüncüdə. Bərabər yanlı üst uzağın xarici bucaqlarından biri 60 dərəcə olarsa, bir tane bərabər yanlı üst uzaq seçək. Bax, xarici bucaq bu çöldəkidir. Sənə deyir ki, bu 60-dır. Yaxşı, sən bunun qonşusunu tapa bilərsən da. Qonşu bucaqların cəmi 180-dir axı. 180-dən 60-ını çıxırsan. Bura neçə oldu? 120. Bax, bərabər yanlı üst uzağın adı kimi həm yanları bərabərdir, həm də bu yandakı bucaqlar bərabərdir. İndi sən bilirsən ki, bunların ikisi də eyni olacaq. Bərabər yanlı deyə alfa, alfa. Və bilirsən ki, üç bucağın daxili bucaqların cəmi 180-dir. Alfa, alfa, bir də 120-ni toplasan, hamısının cəmi olmalıdır 180. Onda buradan 2 alfa bərabərdir 60, alfa da olacaq 30 dərəcə. Bizdən nəyi soruşur? Üst uzağın bucaqlarını soruşur. 30, 30, biri də oldu 120 dərəcə. Cavab Y. Sonra baxaq o birinə. 5-ci də. Deyək ki, hansı şərt ödənişdə? Bax, düzgün üst uzaq. Düzgün üst uzaq o demək ki, bütün tərəflər bir-birinə bərabər olsun. D variantı. Düzgün üst uzaq bütün tərəflər bərabər olmalıdır. Eyni qaydada. Düzgün üst uzaq bütün tərəflər bir-birinə bərabər. Cavab Y variantı. Baxıram o biri səhifəyə. Buna aid əslində bayaq işlədi. İndi birində göstərim. Bərabər yanlı üst uzaqdır. Perimetr 70-dir, o qalsın. Oturacağı 20-dir. Yazıqdan oturacağı 20. Bərabər yanlı deyə yanlar eynidir. 2, 8. Perimetr tapanda hamısını toplamaq lazımdır. 2x üstəgəl 20. Sənə deyir perimetrin cavabı verilib 70. 2x bərabərdir 70-dən 20-sini çıxacaq. 50. X də olacaq 50-nin yarısı 25. Yəni yan tərəfimizin qiyməti olacaq 25. Davam edək burada. Məsəl üçün 9-cu sualına baxaq. Bizə deyir ki, AB BC-yə bərabərdir. AC isə AD-yə bərabərdir. B bucağının isə 50 dərəcə olduğunu bilirik. Buradan BAD-ni tapacaq. Yaxşı taparıq. Baxaq. Deməli, AB ilə BC bərabərdir. Bax, AB buradır, BC də buradır. İndi yan tərəflər bərabərsə bu necə üst uzaqdır? Bərabər yanlı üst uzaqdır. Yəni bu bucaqla, bax bu buradakı bucaq bərabərdir. Bunu bildim. Yaxşı, sonra mənə nə vermişdi? B bucağın 50 olduğu vermişdi. Yaxşı, bura 50-dir. Və onda buralar da bərabərdirsə, məsəl üçün bu alfa olsun, bu da alfa olsun. Burada 50-dir. Hamısını toplayanda 180 olacaq. Yazıram. 2 alfa üstəgəl 50 bərabər olmalıdır nəyə? 180-ə. 2 alfa bərabərdir 130. Alfa neçə tapacam? 65. Yəni, bax, bu bucaq 65-dir. Bu bucağın da bütövü 65-dir. Hələ onu yazmıram. Görək başqa nə şərt verib bizə. D, AC-də AD-yə bərabərdir. İndi diqqətli ol. Bax, AC buradır, AD də buradır. İndi bu ikisi də bərabərsə, bu özü də bir bərabər yanlı üst uzaqdır. Bax, bu rəhlədiyim də bərabər yanlıdır. Onda bu yan bucaq 65 isə, burada məcbur olacaq 65. Çünki bu da bərabər yanlıdır. İndi bu rəhlədiyim üst uzağa fokuslanırsan, daxili bucaqların cəmi 180 olmalıdır. 65, 65. 130, 180 də 130'un çıx. Bax, bu içərdəki bucaq qaldı 50. İndi bayaqda tapdım axı. Bura 65 isə buranın da hamısı 65 idi. Bura 50-dirsə 65-dən 50 çıxırsan bu hissəyə nə qaldı? 15 dərəcə qaldı. Bax, bizdən səhv etmirəmsə bu balaca bucağı soruşur. O da 15 dərəcə cavab olacaq Y variantı. Belə. Sonra baxaq yenə fərqli olan məsəl üçün burada 11-ciyə mən baxacağam. Verilib də hər şey. Görə elə nə edirik? Bizə CAD-nin 30 dərəcə olduğunu bilirəm. Qeyd edeyim. CAD. Bax, bura 30 dərəcədir. Qoy, nazik yazaq. Nazikləşdirək. Dəqiqə. Buranın 30 dərəcə olduğunu bilirəm. Sonra nə bilirəm? BAD-nin 13 dərəcə olduğunu bilirəm. Yaxşı, BAD hansıdır? BAD. Bax, bura 13 dərəcədir. Aha, bura 13 dərəcədir. Bunu da bildik. Qeyd elədik. Yaxşı, bax, deyir ki, bərabər yan, oturacağı AB-dir, düzdürmü? Bax, oturacağı AB-dir. Bu deyir ki, bərabər yanlı üst uzaqdır. Bərabər yanlı üst uzaqsa, yan tərəflər də bərabərdir, bu yan bucaqlar da bərabərdir. Onda sən, bax, bu yan bucağın 30 ilə 13-ün cəmi, bu yan bucağın 43-dürsə, sən bu yan bucağında olacaq 43. Bunu bildik.
Sonra nəyə baxacağıq? Bax, rəhləyirəm Foxdan bu balaca üst bucağa. Bu balaca üst bucaqda, bax, 43 bura, 13 bura toplayıram. 56, 180-dən 56 çıxsam mən buranı tapa bilərəm. Çünki hamısının cəmi 180. 180-dən 56-sını çıxıram. 4, 2, 1, 124. Yəni, bax, bu D bucağını görsən də, yəqin ki, 40-dan yazım ki, ora çatdıra bilmirəm. Bura olacaq 124. Mən 124-ün qonşusunu, bax, buranı da tapa bilərəm. Qonşu bucaqların cəmi 180-dir. Bu 124-dürsə, 124-ün qonşusu da 180 çıxı 124. Elə o da mənə verər yenə, neçə verəcək mənə? 56. Bax, bura olacaq 56. Bunu başqa cür də tapa bilərik. Qoy, mən sənə onu da deyim. Əslində keçmişik. Biz demişik ki, bu Foxdan bu üst bucağa, üst bucağın xarici bucağı, bax bu bucaq var, bu üst bucağın xarici bucağıdır. Biz demişdik, üst bucağın xarici bucağı özünə qonşu olmayan, qonşu olmayanları bunlardır. Qonşu olmayan iki daxili bucağın cəmidir. Bunlar toplayıb da buranın 56 olduğunu bilərdim. Sonra rəhləyirəm, indi də bu üst bucağa baxıram. Hamısının cəmi 180 olmalıdır. 30 ilə 56-ını topla. 30 ilə 56-ını toplasam 86. 180-dən də 86-sını çıxacam. Təpə bucağım neçə olacaq? 94 olacaq. Məndən nəyi soruşub, indi nəyi soruşuna baxaq. Axırıncı C bucağını soruşub, onda cavab oldu 94. Belə. Davam eləyək fərqli sualla yenə. Baxaq buradan, deməli fərqli olan 13-cü suala baxıram. Mən də ABC bucağında yanlar bərabərdir, BD DC-yə bərabərdir. AC-nin qiymətin 2 olduğunu bilirəm. Qeyd edirik. AC-nin qiyməti 2-dir. Bunu bilirik. Sonra görək nəyi bilirik. Deməli, AB ilə BC bərabərdir. Yəni, bax, bura ilə bura bərabərdir. Yəni, bu bərabər yanlıdır. Sonra hansı bərabərdir? BD ilə DC. Bax, bundan bu bərabərdir. Onda bu ayrılan hissələr eynidirsə, bu xət əslində nədir? Mediandır. Median tərəfi nə idi? Tərəfi yarıya bölən parçaydı. Düzdürmü? Başqa nəyi biləcəyik? Baxaq. Onda biz belə deyək də, AD tənböləndir. Hə, həm də tənböləndir. Bax, tənböləndirsə, bu bucaq nə edibdir? Yarıya bölünübdür, düzdürmü? Bucaq yarıya bölünübsə, onda ayrılan hissələr də eyni olmalıdır, düzdürmü? Ayrılan hissələr də eyni olmalıdır. Onda mən deyəcəm ki, burada 2-dir. Çünki bu, qoy o xəstəndə mən sənə deyim, bax, bu xət tərəfi yarıya bölüb, yəni mediandır. Həm də deyir ki, bu tənböləndir. Bax, bu yalnız bərabər yanlı üst bucaqda olur ki, həm də bərabər tərəflidir. Bərabər yanlı, bərabər tərəfli üst bucaqlarda belədir ki, o xət, yəni median həm də tənböləndir. Bu yalnız bərabər yanlı, bərabər tərəfli olur. Onda bu da 2-dir, bu da 2-dir. Bərabər tərəfli olacağına görə buranın hamısı 2-dir. Onda bu ikisi də eyni olduğuna görə hərəsi olacaq. 1, 1. Görək nəyi soruşub bizdən? B-dir. B-din cavabı oldu 1. Cavab A variantı. Sonra baxıq 14-cü suala. Bizə üst bucaq verilibdir. CB-nin 12 olduğunu bilirəm. Qeyd edeyim ki, CB-nin 12 olduğunu bilirik. Sonra görək nəyi bilirik. KBD CBD bucağına bərabərdir. Bax, KBD. Yəni bu bucaq CBD. CBD bu bucaqdır da. CBD. Bəli. CBD həmən bucaqdır. Bərabər olduğunu deyir. Onda bu alfadırsa, bu da alfadır. Düzdürmü? Çünki hər ikisi mənə bərabər olduğunu misal deyir. Bu belə. Sonra nə deyir? BD ilə DC-nin paralel olduğunu bilirəm. Başqa nəyi bilirəm? Başqa AB-ni soruşur. Yaxşı taparıq. Nə edək? Gəl bu xətti uzadaq. Bax, bu xətti uzadıram. Bu xətti də uzadıram. Həndəsə nəsl analizlərində keçmişik. 2 paralel düz xətdir. Üçüncü bunları kəsibdir. Biz demişdik ki, alınan çarpaz bucaqlar bərabər olurdu. Əgər hər ikisi iti olarsa. İndi Foxdan. Bax, bu iti bucaqdır. Bu da iti bucaqdır. İkisi də iti olduğuna görə olacaqlar. Bu çarpaz bucaqlar bərabər. Yəni, bu da alfa olacaq. Düzdürmü? Axı, mən bu üst bucaqda yenə eyni qaydada, bax, bununla da bu çarpaz bucaqdır. Ona görə bu da olacaq yenə alfa. Deməli, bu nə oldu? Bərabər yanlı üst bucaq oldu. Bərabər yanlıdırsa, bura 12-dirsə, bu yan tərəfimin də qiyməti olmalıdır 12. Bu da belə bizdən nəyi soruşub? AB-ni soruşub, AB-nin cavabı 12. Cavab A variantı. Davam eləyək növbəti sualla. Bu, həndəsə nəsl analizlər paralellik əlamətlərinə aid idi. İndi 16-cıya baxıram. Təpə bucağı 70 dərəcə olan bərabər yanlı üst bucağın oturacağına bitki bucağı tap. Bir dənə bərabər yanlı üst bucaq çəkək.
Təpə bucağı 70-dir. Təpəsinə yapışdırdım 70. Bərabər yanıdırsa yan bucaqların eynidir. Yaz alfa alfa. Hamısının cəmi 180-dir. 2 dənə alfa üstəgəl 70 bərabər oldu 180-ə. Onda 2 dənə alfa bərabərdir 180-dən 70-in çıxmalısan. 110 alfada neçə olacaq? 55 dərəcə. Yəni oturacağa bitişik bucaq alfada o da oldu 55. Cavab D. Sonra davam edək. 17-ci sual. Tərəfə 18 köşdə ölçü olan bərabər tərəfli üç bucağın tənbölənini tapın. İndi bərabər tərəfli üç bucaqdan söhbət keçsəcək, bir dənə bərabər tərəfli üç bucaq çəkək və bərabər tərəflərin adı kimi bütün belə deyək də tərəfləri eynidir. Və yadında saxla, bərabər tərəfli üç bucağın bütün bucaqları olur 60 dərəcə. Çünki hamısının cəmi 180-dir da, düzdürmü? Bax, bərabər tərəfli üç bucağın həm bütün tərəfləri eynidir, həm də bütün bucaqları eynidir. Yəni hamısının cəmi 180-dirsə, sən 180-i 3-ə böl, hərəsinə nə düşəcək? 60 dərəcə. Bunu bildim. Sonra deməli tərəfə 18 köşdə ölçüdür. Yaxşı qeyd edək. Tərəfinə 18 köşdə ölçü. Bunu da bildik. Tənböləni tapın. Bərabər tərəfli üç bucağın tənbölənini tapın. Ondaca buradan bir dənə tənbölən çəkək. Tənböləni çəkdim. Tənbölənin xassəsini yada sal, bucağı yarıya bölür. Yəni bu 60-dırsa, bu çəkdiyim tənbölən yarı böldü. Bura olacaq 30, burada olacaq 30. İndi fokusdan bax bu rəhlədiyimiz bucağa. 60-dan 30-u topla. 90, 180-dən 90 çıxırsan, bura qaldı 90. Yəni bu perpendikulyardır. Gələn dərsin mövzusu da amma indi demək məcburiyyətindəyəm. Bir dənə düz uzaqlı üst uzaqda çəkim xassəni deyim ki, gələn dərsdə izah eləyəcək. 90 dərəcə, 30 dərəcə, 60 dərəcə. Düz uzaqlı üst uzağın xassəsinə görə, məsəl üçün, bura tutalım deyirəm ki, 2x-dir. Düz uzaqlı üst uzağın xassəsi belədir. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni, bura olacaq x. 60 dərəcə bucağın qarşısındakı katet digər katetin köşdə ölçmüsüdür. Yəni, bura olacaq x köşdə 3. Bu düz uzaqlı üst uzağın xassəsi, bunu əzbərləmək lazımdır. İndi tətbiq eləyirəm. 30 dərəcənin qarşısı 18 köşüçün yarısı. Bura olacaq 9 köşdə ölçü. Gəldik bura. 60 dərəcə bucaq qarşısındakı katet digərinin köşdə ölçmüsü. Yəni 9 köşdə ölçün köşdə ölçmüsü. Bunu təzədən köşdə ölçə vur. Köşüsü köşüsə 3, 3-ü də 9-a vursam 27. Buranın cavabı olacaq 27. Cavab A variantı. Belə. Bunun hazır düsturda var. Mən hazır düsturla öyrətmirəm. Çünki hardan aldığımızı bilmək daha məntiqlidir. Düstur yaddan tez çıxır. Belə. Sonra 19-a baxaq burada. Bizdə ABD bucağı 130 dərəcədir. Yaxşı, heç nəyə baxmıram. Hələ 130-un qonşusunu tapıram. 180-dən 130-un çıxdım. Buranın 50 olduğunu bilirəm. Sonra nəyə bilirik? BD CD-yə bərabər. Hə, indicə baxaq. Bax, BD CD-yə bərabər. Onda bu necə uzaqdır? Bərabər yanlı. Yəni bu 50-dirsə, bu da avtomatik olacaq 50. Çünki bərabər yanlıdır. Onda sən təpə bucağını tapa bilərsən artıq. Təpə bucağını da tapa bilərsən. Başqa mən sənə o birisi 2 üsulla da gedeyim. Nə edirsən? Hamısının cəmi neçə olmalıdır? 180. 50 ilə 50-ni topla. 100, 180-dən 100-ünə çıxırsan, bura neçə olacaq? 80 dərəcə. İndi bu açıq bucaqdır. 80-in qonşusu neçədir? 180-dən 80 çıxsan, qonşusu olacaq 100. Belə tapa bilərsən. İkinci üsunlarda deyirəm. Bu üç bucaqdır. Bu isə üç bucağın xarici bucağıdır. Biz dedik, üç bucağın xarici bucağı özünə qonşu olmayan, bax, qonşu olmayan bu ikisidir. İki daxili bucağın cəmidir. 50 ilə 50-nin cəmi bizə verəcəkdir 100. İki üsundan tapmaq olar, cavab oldu 100. B variantı. Baxaq 21-ə. Bərabər tərəfli üç bucağın tənböləni var. Bu üç bucağın tərəfinin uzunluğunu tapın. Bayaqçı sualdandır. Üç bucağı seçək, baxaq. Bax, bərabər tərəfli üç bucağın həmişə qeyd elə ki, bütün bucaqlar neçə dərəcə olmalıydı? 60 dərəcə olmalıydı, düzdürmü? Sonra tənbölən deyir. Bax, tənböləni də çəkirəm. Onda tənbölən yarı bölür. Bura neçədir? 30. Burada neçədir? 30. Sonra 60-dan 30-u toplayırsan 90. Bura nə qaldı? 90. Yəni perpendikulyar. Yaxşı, tənbölənin sənin əlində var 21. Bax, tənbölənin bu xətdir də, bunu bildin. Bunun qiyməti var 21. İndi fokuslanırsan nədir? Düz uzaqlı üst uzağın xassəsinə. Bayaq dediyim kimi 60 dərəcəlik bucaq qarşısındakı katet digər katetin köşdə ölçmüsü idi. Yəni bax, məsəl üçün sən 30-un qarşısını bilmirsən də, düzdürmü? 30-un qarşısına bir dənə x qoy. Sən həmən o x-i köşdə 3-ə vurmusan ki, 60 dərəcənin qarşısı 21 alınır. X-i tapanda 21-i böləcəksən köşdə 3-ə. Yazaq. X tapanda 21 böl köşdə 3. Bunu irasiyaxdan azad edə bilərəm də. Mən düzdürmü? Hər tərəfi köşdə 3-ə vursan,
Bunu da köşdə 3-ə vurursan, bunu da köşdə 3-ə vurursan. Köşdə 3-ü köşdə 3-ə vursan məxrəc oldu 3. 21 ilə də 3 ixtisa getdi, bura qaldı 7. Yəni irasiyadan azad etsən bu nə deməkdir? 7 köşdə 3 deməkdir. Yəni buranı tapdım 7 köşdə 3. İndi gəldik o birisinə. Dedik düz uzaqlı üst uzaqda 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısı idi. Yəni bu 7 köşdə 3 nəyin yarısıdır? Hipotenuzum neçədir? 14 köşdə 3 və salam. Tərəf soruşur. Tərəf oldu 14 köşdə 3. Cavab C. Gəl mən sənə bunun düsturunu da yazdırım ki, düstur rahat olsun, sən elə işləyərsən. Bərabər tərəfli üst uzaqda yazırsan. Hündürlük bərabərdir mediana, həm də bərabərdir tən bölənə. Hamısı bərabərdir və düsturunu da yazırsan. Tərəfin köşdə 3 mislinin yarısı. Doldu düsturu. Hamısının qiyməti eynidir. A köşdə 3 bölü 2 də düsturumuz. Belə.